İnsanların səhvindən sevinən bir cəmiyyət formalaşıb. Elə bir cəmiyyətdə yaşayırıq ki, kiminsə büdrəməsi, səhv etməsi, hətta günah bir iş görməsi bəzilərimizin içini rahatlatır və ürəkdən sevindirir. Mənə görə birinin səhvinə, günahına ancaq və ancaq şeytan sevinə bilər. Əgər biz də buna seviniriksə, rahat-rahat harda gəldi danışırıqsa, demək ki, biz də şeytanla eyni niyyətdəyik, eyni missiya daşıyırıq. Məsələn, bir qadın boşanır, dərhal arxasınca söz-söhbət başlayır. Onsuz da burnu havada idi, bax belə oldu, əcəb oldu falan kimi sözlər deyirik. Və yaxud da bir gənc sırf haqqını müdafiə etdiyinə görə işdən çıxarılırsa, dərhal arxasınca deyilir ki, işləyə bilmədi, çıxdı. Bunun psixoloji səbəbi var. Bəzi insanlar başqasının düşməsini izləyərək öz həyatına haqq qazandırır. Demək ki, təkcə mən səhv etmirəm, düşünərək öz acısını başqasının acısına çevirir. Amma unutmayaq, kiminsə səhv etməsi bizim doğru olduğumuz anlamına gəlmir. Əsl güc başqasının səhvindən zövq almaqda yox, onunla empati qurmaqda, yanında durmaqda, arxasında durmaqda, insanlığını qorumaqdadır.